أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. أما بعد يا عباد الله أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهي. Hoş gördük değerli aziz mümin bacılarım ve mümin kardeşlerim. Bugün cümedir, cümemiz mübarek olsun inşallah. Cümlədə cəm olduğumuz kimi Allah Teala bizləri öz evində, öz cənnətində cəm eləsin. Hər zaman olduğu kimi ilk öncə özümü və sonra sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allahın əmrində möhkəm olaq, Allahın halalın halal, haramın özümüz üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Artıq bir neçə gündən sonra herkese bellidir. May ayının 28'inde müstəqillik günümüz qeyd olunacaq Allahın köməkliyi ilə. 1918-ci ildə yaranan müstəqillik cəmi bilirsiniz 23 ay olsa da, amma neçə illərdən sonra, zamanlardan sonra yenə də müstəqilliyimiz, tam suverenliyimiz özümüzə qayıtdı. Müstəqillik özü bir nemətdir. Allah'a həmdü sənə olsun ki, Allah bu rahatçılığımızı, müstəqilliyimizi daimi, əbədi və hər zaman Allahçılıqla inşallah bu müstəqilliyi yaşayaq və gələcək tayfalarımıza, övladlarımıza, nəsillərimizə təhvil verək inşallah. Bu mövzudan çıxış edərək ilahi sevginin əsas fəlsəfəsindən danışmaq istəyirəm. İlahi sevgin hardan qaynaqlanır? Bu özü maraqlı və geniş bir mövzudur, xütbədir. Amma çalışacağım fikirlərimi qısa şəkildə, şəffaf şəkildə sizlərlə bölüşüm. İlahi sevginin əsasını yaradan iki dənə amil var. Birincisi, insanın özünü tanımasıdır. İkincisi, özünü tanıyandan sonra yaradanı, varlığı, yox yerdən kainatı, yaradanı tanımaq və onların özünə olan sevgi. Yəni, özünə istək məhəbbət yaransa sevgi yaranacaq, özün tanıyacaq və tanıyandan sonra ilahi sevgiyə qovuşmaq üçün yaradanı tanımalıdır. Tanımasa sevə bilməyəcək. Tanımayan insan, bilməyən insan kimsəni sevə bilməz. Bu iki dənə nöqtədə mən fikirlərimi cəm eləmək istəyirəm. Birinci, insanın özünə və varlığına olan sevgi və qayğısı. Qeyd etdiyim kimi, əgər insan özünü yaxşı tanımasa, özünü dərk etməsə, o kainatı, insanlığı, vətəni, qonşusunu, dostlarını tanıya bilməyəcək. Həzrəti Əli əleyhissalamın təbiricə desək, Həzrəti Əli buyurur ki, Mən ərəfə nəfsəhu fəqəd ərəfə Rabbəhu. Özünü tapa bilməyən, özünü tanımayan insan Allah'ın tanıya bilməz. Deməli, birinci, insan özünü tanıyandan sonra özünü sevməlidir. Mütləq şəkildə. İnsan özünü sevəndən sonra o pisi yaxşıdan ayıracaq. Necə kənarda sevdiyi insan, əgər onun ailəsidirsə, övladıdırsa, dostudursa, onu pisliklərdən, çirkinliklərdən, mərdimazarların hiləsindən qoruyursa, deməli birinci də özünü qorumalıdır.
özünə olan sevgi, özünə olan inam, özünə olan etibar insanda bir gözəllik yaradır. Deməli, sən özünü tanıyandan sonra günahlardan çəkinəcəksən. Sən bu həyatda özünü itirməyəndə, özünü tapanda artıq biləcəksən ki, yaxşı nədir, pis nədir, ağ nədir, qara nədir. Vay o gündən ki, insan həyatda illərlə yaşaya, özünü tanımaya, özünü sevməyə və dostlarını da heç zaman sevə bilməz və tanıya bilməz. İnsanın ən böyük problemi özünü unutmaqdır. İnsan birinci növbədə özünü yada salmalıdır, sonra başqalarını. Adam var deyir ki, mən çox görmüşəm, deyir ki, qoy dostumsun olsun, filanımsın olsun. Bəli, bu yaxşı tendensiyadır, yaxşı münasibətdir. Amma sən özünü düşünməyəndən sonra, başqasını düşünəndən sonra sabahları əcəba onun işığı sənə düşəcəkmi? O qədər dostlar, vəfasız insanlar gördük ki, mənim olmasın, onun olsun deyənlər bir zaman o işığı söndürür. O qədər insanlar var ki, canını verərsən dostundan ötəri. Mən demirəm, dost pis deyil. Yaxşı dost, Allah rızası üçün olan dost yaxşıdır. Amma dost var mı? Allah rızası üçün 1000 nəfərdən neçəsi Allah rızası üçün dost ola bilər? Bax, bu sual çox önəmli sualdır. Sən özünü düşünməlisən. Sənin əgər maddi, fiziki, mənəvi imkanların çoxalandan sonra bəli, yardım eləyə bilərsən. İndi sənin əlində imkanlar və imtiyazlar yoxdur. Dostunsun eləyirsən, onunsun eləyirsən, qardaşsın, qohumsun, filansın. Axırda özün qalırsan pis vəziyyətdə, insan gəlir, zamanında yardım edən insanlardan kömək istəyir, deyir, qardaş, yoxumdur. Ağlın olaydı, özün üçün yığıydın. Belə bir söz hər zaman bu dünyamızda istifadə olunur. Deməli, insan birinci özünü düşünməlidir. Özünü dərk eləməlidir. İnsan sevdiyi insana nə qədər qiymət verir? Evdə biz xanımımız, əgər ailə üzvümüzdür, ailəmizin tərkib hissəsidir, nə qədər səninlə qaba rəftar eləsə və yaxud xanım əri ilə, ər yoldaşı ilə qaba rəftar etsə, kobud danışsa da belə, amma kəsmək olmur, atmaq olmur. Niyə? Çünki deyir, bu mənim ailəmdir, bu mənim sirrimdir, bu mənim ocağımdır. Uşaq nə qədər pis olur, ata bilirsənmi? Mümkün deyil. İnsan sevdiyi adama qiymət verir, əzizləyir, onu məhv olmaqdan qoruyur. Deməli, insan özünə dəyər verə biləcəksə, özünü sevə biləcəksə, özünü tanıya biləcəksə, sonra keçir yaradanını sevir, tanıyır və əzizləyir. Bu bir. Digər mərhələdə alimlər qeyd edirlər ki, bir neçə dəqiqə bundan dediyim söz, aralarında mənəvi bir bağlantı olan iki nəfərin bir-birinə olan sevgisi. Pul dostları yox ha, pul dostu səni yarıda qoyub qaçacaq. Mənəvi dost, ilahi dost. Deməli, aralarında əgər mənəvi bir bağlantı olan iki nəfərin bir-birinə olan sevgisi, aralarında heç bir maddi bağlantı yoxdur. Sadəcə ruhu bağlantı var. Cisim bağlılığı yoxdur, ruh bağlılığı var. Peyğəmbərin bir hədisi var. Peyğəmbər buyurur ki, ruhlar aləmində bir-biri ilə tanışlığı olanlar dünyada dost olurlar. Mən bunu yadınızdadır, mən bir dəfə demişdim sizə, əgər xatırlayırsınızsa, günlərin bir günü bir ərəb Həzrət Əliyə yaxınlaşır, deyir ki, əni uhəbbukə, mən səni çox sevirəm. İmam Əli cavab vermir, yenə də təkrar edir ki, ey Əli, mən səni çox sevirəm. İmam cavab vermir, üçüncü deyəndə, ey Əli,
Ey möminlərin ağası, mən sənə məhəbbətim çoxdur. İmam buyurur ki, mənim sənə məhəbbətim yoxdur. Dedi, niyə? Məntiq və cavaba baxın. Dedi, bizim bədənlərimiz dünyada olmadan öncə 2000 il, 3000 il bundan öncə ruhlar aləmi var idi. O ruhların içində dostlarımı gördüm. O dostların içində sən yox idin. Sənin ruhun orada yox idi. Niyə biz bəzən bir-birimizlə düz yola girə bilmirik? Adam var, görsən ki, qardaşdılar. Qardaş deyə atadan bir, anadan bir. Yolları ayrıdır. Xaloğludur. Yolları ayrıdır. Adam var, biri Bakılıdır, biri Şəkilidir. Belə götürək, biraz geniş maştabda, biraz obrazlı götürsək. Heç bir-biri ilə qohumluq rabitəsi yoxdur. Heç məhəllə, kənd yaxınlığı yoxdur. Amma bir-birlərini tapırlar, ömrünün sonuna qədər də qardaş olurlar. Niyə? Çünki bədənlərimiz dünyada olmazdan öncə ruhlar aləmində bizim görüşlərimiz var idi. Kim ki ruhlar aləmində Həzrət Əli deyir ki, görüşümüz varsa dünyada da o ilə dost olur. Biz bir-birimizi necə tapmışıq? Ruhla tapmışıq. Sizi bura gətirən nədir? Ruhdur. Nə bağlılığımız var ki bizim bir-birimizə? İman bağlılığımız, qardaşlıq, mənəvi, bir-birimizlə olan münasibətlər bizi bu yerdə görüşdürür. Sonra üçüncü mərhələni qeyd edirlər. Üçüncü mərhələ, hər bir icad edənin, ərsiyə gətirənin öz icad etdiyi şeyə olan sevgi. Məsələn, Allah yaratdığı vücudu, insanı baxır, Quranda ayə var, Fətəbarəkallah əhsənul xaliqin. Eşitmişsiniz bu sözü? Saçın biz olur bunu deyəndə, Fətəbarəkallah əhsənul xaliqin. Deməli, Allah yaratdığına baxır. Görür ki, yaratdığın içində şeytanlar, vəsvəsələr, kimlər təsir edən insanlar var idi. Allah deyir ki, sizin bildiyiniz özü üçün qalsın. Mələklər, sizin bildiyiniz özü üçün qalsın. İnni a'lamu ma la ta'lamu. Mən bildiyim heç kim bilə bilməz. İndi bax, deyirdiniz insan yaratma. İndi bax, onların içində 30 yaşında bir dənə gənc, 35 yaşında bir cavan, 40 yaşında bir insan, 50 yaşında bir ahıl alnın qoyub səcdiyə göz yaşlarını tökərək ilahi əl-əf, 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 bağışla ya Rabbi məni bağışla deyir. Göz yaşlarına xatir Allah buyurur ki, ey mələklər, ey bütün yaradılmış varlıq, insan deyirdiniz yaratma, gör nə qədər insan ali bir varlıqdır ki, Allah öz yaratdığına buyurur, Fətəbarəkallah əhsənul xaliqin. Yaradana təşəkkür olsun. Və yaxud bir ata övlad yetişdirir, illərlə gətirir, ərsiyə çatdırır, mərhələlər yetişdirir, gətirir institut, elm, təhsil, filan, mədəniyyət, hər şey öz yerində. Günlərin bir günü ataya xəbər verirlər ki, sənin yetişdirdiyin oğul bilirsən kimdir? Kimdir? Elmlər doktorudur, ürək cərrahıdır, IT sahəsindədir, mühəndisdir, biyoloqdur, alimdir. Ata necə qürurla sevinir. Çünki sənin Allahın lütfi ilə dünyaya gətirdiyin övladın üzərində işləyib 20 ildən sonra, 25 ildən sonra o sənə fayda verəndə insan necə ləzzət alır. Deməli, köpük, qəpi, zərrə yığdığın övladsın, boğazından kəsdiyin, özün yemədin, yedizdirən övladın indi sənə fayda verir. Bundan böyük nemət varmı? Bu böyük nemətdir. Bu sevgiyə görə də Allaha təşəkkür və Allahı sevməlisən. Çünki Allah səni sevir. Allah günahkar bəndəsini atmır. Quran-ı Kərimdə mənə bir dənə ayə göstərin ki, Allah Teala buyursun ki, günahsız gəlin. Kim mənə o ayəni göstərə bilər? Günahsız gəlin anlamı yoxdur. Tövbə edərək mənim huzuruma gəlin deyir. Yəni, mən bağışlayanam, zaten mən bağışlayıram. Heç mümkündür ki, ata bir övladı atsın. Nə zaman atır? Nə zaman övladı atır? İndi sual verə bilərsiniz ki, o qədər atalar övladlarını atıb. Onun səbəbləri ayrıdır. Onun elmi izahları, məntiqi izahları ayrıdır. Amma evlad sonluğunda gəlir.
10 ildən sonra, 5 ildən sonra ata mən bu xətanı etmişəm, məni bağışla. Ata da gözü yaşarır, qucaqlayır. Bəli, mən ekspert olmuşam, görmüşəm televiziyalarda. O valideynlər övladını istəyir. Övlad 10 ildən sonra deyir, mən atamı sevmirəm. İmtina edir atadan. Mənə belə ata lazım deyil. Onun da təbii ki, elm izahları var. Mən o mövzuya girmək istəmirəm. Yəni, sadəcə sevdiyi insanı atmaq mümkün deyil. Kim olursa olsun, xətası varsa da bağışlayacaqsan. Bunlar hamısı ilahi sevgidən irəli gələndir. Məsələn, müəllim şagird yetişdirir. Ya indi müəllim repetitor səviyyəsində olaraq uşaqlar yetişdirir və ali məktəblərə daxil olmaq üçün zəhmət çəkir. Və uşaqlar ali məktəbə, hədəflərə çatandan sonra müəllim nə qədər həmən o uşaqla fəxr edir. Halbuki onun evladı deyil, amma mənəvi bağlılığı var. İskəndər Zülqərnəynə soruşurlar, İskəndər Zülqərnəyn eşitmisiniz də? Deyir, atanı çox sevirsən, yoxsa müəllimini? Zülqərnəyn belə cavab verir ki, müəllimimi. Deyir, niyə? Deyir, çünki müəllimim mənim qarşıdakı həyatımın səbəbkarıdır. Atam isə geri qalmış həyatımın səbəbkarı. Ona görə Həzrəti Əli əleyhissalam buyurur ki, mən əlləməni harfən fəqət səyyərəni abdən. Mənə bir hərf öyrədənin qulu olaram. Deməli, müəllim üstündür. Müəllim sənə elm öyrədir. O mənəvi atamızdır Peyğəmbər kimi. Peyğəmbər necə bizim mənəvi atamızdır, o bizim ruh atamızdır. Biz gərək ona ömür boyu borclu olaq. Biz Allahımıza borcluyuq. Ona görə mən indi sözümün nəticəsini qeyd eləmək istəyirəm. Bütün arif və hikmət sahiblərinin fikrincə bütün məxluqatın varlığı sevgi və məhəbbətə bağlıdır. Elə bir insan ola bilməz ki, qəlbində sevgi hissi olmasın. Mümkün deyil. Cinayətkardır, 10-20 adam öldürüb. Mən bir nəfərlə danışırdım, dedim, sənin nə qədər cinayətin var? Dedim, bir yadıma gələn bir 18-dir. Cinayət eləyib. Amma mən günlərin bir günündə o adamla bir yerdə oturanda bir ehtiyaclığını gördü, dilənən vəziyyətdə bu onu tanıdı və başladı ağlamağa. Dedi, mən zamanında bu adamı tanıyırdım, kövrəldi. Cinayətkar ağlayır. Mümkün deyil o his onda olmasın. Qatilin də ürəyi var. Amma o qatilliyi aparan səbəblər ayrı şeylərdir. Ona görə Həzrəti Adəm, atamız, Həzrəti Həvva, nənəmiz arasında ülfət yaranmasaydı, insan nəsli artmasaydı, həyat üçün heç bir məna kəsb olunmazdı. Ülfətdən yaranır. İnsan 4 ünsürdən yaranıb. Su, od, torpaq, hava. Bu varlıq özü də sevgi və məhəbbətə bağlıdır. Mən sizi düşündürən bir fikri nəzərinizə çatdırmaq istəyirəm. Mən bir dəfə oxuyurdum kitabları. Özümə deyirdim ki, ilahi, görəsən quşlara, heyvanlara niyə dil verməmisən, danışıq verməmisən? Dil verib, danışıq verməyib. Niyə heyvanlara sən nitq mədəniyyətini verməmisən? Allah Teala heyvanlara niyə danışıq icazəsi verməyib? Mən bunu çox düşünürdüm. Yəqin ki, siz də düşünürsünüz ki, Allah Teala heyvanlara niyə danışıq icazəsi verməyib? Bilirsiniz, səbəbi nədir? Çünki sevgi və məhəbbət davranışlardadır, əməldədir, sözlərdə deyil. Adam var, deyir, sənin üçün ölümə gedərəm, amma əməli yoxdur. Heyvanlar bəzən öz balalarına davranışları ilə, hərəkətləri ilə sevgi və məhəbbəti nümayiş elətdirirlər. Anlada bildim fikrimi? İndi yaxşı, sənin dilin var, yaxşı da danışırsan. Buna yalan bir dənə vədə, ona bir dənə vədə, buna qurban olum, ona başva dolanım filan. Ortaya gələndə, yox, bəs deyirdin qurban olum. Deməli, bu dil məntiq deyil, qurban olum. Davranış yoxdursa, sevgi yoxdursa, məhəbbət yoxdursa, onda nə fayda?
Heyvanlarda Allah nitq mədəniyyətini verməyib. Allah Teala heyvanlara danışıq icazəsi verməyib. Çünki nitq, danışıq dildədir. Əməl isə davranışda və sevgidədir. Görürsən, insan var, dili yoxdur. Danışa bilmir, öz təşəkkürünü deyə bilmir. Bir dənə hərəkət edir sənin qarşında, o sevgini yaradır səndə. Elə deyil. Bu özü bir davranışdır. Bu özü bir hərəkətdir. O özü bir əməldir. Ona görə biz bu günləri dilimizlə çox, ürəyimizlə ilahiyə bağlanaq, əməlimizlə. Adam var deyir ki, Allaha qurban olum, Allahı mən çox sevirəm, Allaha başına dolanım. İndi belə bir sözlər tapıblar. Ne ehtiyac var sən Allahın qurbanı olasan, Allaha başına çevriləsən. Estağfurullah, Allah bir insandır və onun başına çevriləsən. Bunlardan sonra gidilir 2 rükət namaz qıl bəsdir də. Bu sözlərin əgər əməli yoxdursa, hərəkətlər yoxdursa, rituallar yoxdursa, sevgi və davranış yoxdursa, boş-boşuna bunun deməyin nə mənası var? Və mən çox danışdım təbii ki, amma əməllə bağlı yadıma bir alimin sözü yadıma düşdü. Bu ilə də inşallah fikrimi tamamladım inşallah. Mən bunu demişəm bir dəfə, yenə də təkrar edərək deyirəm. Böyük alimlərdən, fəqihlərdən, ustadlardan biri bazara gedir. Xanımı deyir ki, gedirsən bazara, evdə bu şeylər yoxdur. Meyvə yoxdur, ərzaq yoxdur filan, bunları al, deyir baş üstə. Bir dənə də 3 yaşında uşağı olur, qız uşağı. Deyir, qızım sənə nə alım? Deyir, atan mənə şirniyyat alasın. Uşaqlar şirniyyatı çox sevir. Deyir, mənə şirniyyat alasın, deyir baş üstə. Həmən arif, alim gedir, bazarlıq eləyir, bütün nə lazımdır evə aid olan şeyləri alır. Evə girəndə qız qasır qabağını, deyir, ata aldın şirniyyatı, yadına düşür ki, mən söz vermişdim, yadımdan çıxıb da. İndi nə etməlidir? Başlamalıdır ki, qızım, əzizim, canım, sən mənim ruhumsan, sən mənim canımsan, sən mənim başımın tacısan, hey, bunları deyir, ata bunları saxlayın. Mən üçün almışsan şirniyyat? Dedi, yox. Dedi, bu deməyin nə mənası var? Əgər əməl yoxdursa, nə mənası var? Qurban olun, başıma durun, məni bağışla. Almışsan ya yox? Allah da sənə mənə deyəcək, qulum, mənim huzuruma ki, gəlmişsən, bu sevgini mənə göstərmişsən ya yox? İlahi, ürəyimdəydin də, əməl eləmişsən yox. Əməlvi gətir bura. Sevgi əməldir. Allah bizi öz rəhmətindən ayrı salmasın. Allah öz sevgisinin, mərhəmətinin, məhəbbətinin, gözəlliyinin bərəkətində bizi özünə qovuştursun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah müstəqilliyimizi qorusun. Allah bayrağımızı dünya bayraqlarının içində uca eləsin. Bugün gözəl bayramlardan biri Dəhvul Ərz, yer kürəsinin, Kəbənin altından genişlənməsidir. Bu bayramdır, gözəllikdir. Dəhvul Ərz deyirlər buna. İndi tarixdir, yazarsınız, oxuyarsınız. Hər bir halda yer kürəsinin Kəbənin altından genişlənməsinə deyirlər. Bunun çox böyük izahları da var. Bu bayram münasibəti ilə, bu gözəlliyi ilə Allah Teala hər kəsə rahatçılıq, firavanlıq və əmniyyət versin. Allah cümələrimizi digər cümələrdən üstün, gözəl qərar versin. Allah xəstələrimizə acil şəfalar versin. Qız övladlarımız var ki, onlar ailə qura bilmirlər, onlar çətinlik çəkirlər. Bəzən maddiyyat var, amma müəyyən çətinliklər var. Ya Rabbim, o qız balalarımızı da tezliklə xoşbəxt elə. Oğul balalarımızı da salamat elə. Ya Rabbim, bizim içərimizdən dünyasını dəyişənlər, əzizlərimiz, eyni zamanda biz Ələkbər müəllimin, hacının anası dünyasını dəyişdi. Biz onun yas mərasiminə getdik, baş sağlığı verdik. Naxçıvanda Hacı Şahin qardaşımızın, indi bilmirəm özü buradadır ya yox, hər halda bizim vəzifədir. Onun anasının ruhu şad olsun deyirəm. Anaların ruhu şad olsun və qalanlara da Allah'tan can sağlığı arzu edirəm. Allah qıldığımız namazları bizdən qəbul eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yekullahu kufuvan əhad. Peyğəmbər cəmalına, şəhidlərin ruhlarına, özümüz üçün, salamatçılığımız üçün salavat zikr eləyək.